Qonşum xarici ölkədən işləyib təzə gəlmişdi. Bilirdim ki, evində pulu var. Axşam vaxtı idi, gördüm evdə heç kim yoxdur. Pəncərədən girdim evə, pullar, qızılları götürdü. Çıxanda izi itirmək məqsədi ilə evi yandırıb çıxdı. Və qızılları da apardım işlədən bərbərxanaya gizlətdim. Pulları da gətirdim maşına, akkumulyatorun altına yeşirdim. Bir neçə saat sonra da polis əməkdaşları tərəfindən saxlanıldı.